Bugünkü mövzumuz onkoloji cərrahidə multidisiplinar komanda işindən bəhs eləyir. Xərçəng müalicəsi sadəcə bir həkimdə bitmir. Burada müxtəlif ixtisasların gücünün birləşməsində komanda işindədir. Burada hər bir həkim xəstənin həyatını uzatmaqda, həyat keyfiyyətini artırmaqda məqsədyönlü çalışır. Multidisiplinar yanaşma nə deməkdir? Multidisiplinar yanaşma demək bir xəstəliyin diaqnozunun qoyulmasında, müalicəsində müxtəlif ixtisaslar, cərrah, patoloq, onkoloq, radioloq, gastroenteroloq və sair ixtisaslar birlikdə çalışır. Komandanın üzvləri hər biri xəstəliyin diaqnozunun qoyulmasında mühüm addımlar atır. Komandanın əsas üzvü təbii ki, cərrahlardır. Xəstəliyin əsas müalicəsini, əməliyyatı həyata keçirir. Əməliyyatdan öncəki mərhələlərdə isə, məsələn, radioloq xəstəliyin yerləşməsini, mərhələsini, digər orqanlara münasibətini bizə bildirir və biz də cərrah olaraq bu məlumatlar əsasında əməliyyat planını çizirik. Və ya gastroenteroloqlar da eyni radioloqlar kimi xəstəliyin yerləşməsini haqqında bizə məlumat verir. Onkoloqlar əməliyyatdan əvvəl və ya əməliyyatdan sonra xəstənin onkolojik müalicəsini, yəni kimyoterapiyasını, immunoterapiyasını həyata keçirir. Patoloq bizə şişin aqressivliyini, xüsusiyyətlərini, mərhələsini deyir. Psixoloq və ya dietoloq və digər branşlar xəstənin qidalanmasını təmin edir, xəstənin həyat keyfiyyətini artırır. Göründüyü kimi bütün həkimlər zəncirin bir halqası kimidir. Yəni biri olmadıqda bütövlük pozulur. Multidisiplinar yanaşma xəstə üçün ən doğru diaqnoz, ən düzgün cərrahi metod seçimi və başlıca olaraq bir ümid deməkdir. Onkolojik cərrahidə komanda işi mütləqdir, uğur komanda işindədir. Bu kimi maarifləndirici videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olun. Suallarınızı şərhlərdə yazmağı unutmayın.